Müsahibim Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Mirəloğludur. Studiyamıza xoş gəlibsiniz. Xoş gördük. Təşəkkür. Azərbaycanın müstəqilliyinin bərpasından 20 il keçir. 20 illik yubileyidir. Həmin səsvermə günü parlamentdə siz deputat olubsuz. O vaxtı necə xatırlayırsınız? O vaxtı deputatlar iki hissəyə bölünmüşdü. Müstəqilliyi istəməyənlər də var idi. Konkret 18 oktyabr 1991-ci ildə müstəqillik istəməyənlər belə öz fikirlərini ifadə edə bilmirdilər. Yəni, əvvəlki kimi 6 ay əvvəl başqa cürdür hava. 6 ay əvvəl də o doğruydu. Yəni, onda daha çox etiraz edirdilər. Burada amma demək olar ki, məcburən, axı bayırda çox böyük kütləvi aksiyalar vardı. Bütövlükdə Milli Məclisin ətrafı, indiki Milli Məclisin, o zamanki Ali Sovetin ətrafı bütövlükdə Milli Azadlıq Hərəkatının diktəsi ilə əhatə olunmuşdu. Yəni, həm sayğısı ilə əhatə olunmuşdu, həm böyük ehtiram vardı, həm də tələblər vardı. Ona görə də artıq 6 ay qabaqçı ab-hava yox idi zalın özündə. Az idi etiraz eləyənlər, tərəddüd eləyənlər, söz deməyənlər, hətta deməyə çətinlik çəkirdilər. Və vəziyyət elə idi ki, müstəqillik haqqında Konstitusiya aktının təqdimatında görün ki, nələr vardı. Yəni, böyük əksəriyyət demək olar ki, siyasi mənsubiyyətə görə cəbhəsi deyildi. Hərəkatçı da deyildi. Amma zaman diktə eləyirdi ki, deməli, bizim, məsələn, deyək ki, Hacı Baba müəllim sənədi təqdim edirdi, Hacı Baba müəllimin özü partiya mənsubiyyəti vardı. Orada olanların böyük əksəriyyətinin partiya mənsubiyyəti vardı. Vidalaşmışlar, partiyadan vidalaşmamışlar, bu ayrı bir şey. Yəni, vəziyyət belə idi. O, biraz orada müqayisə aparanda biz mart, 91-ci ilin martına yetməliyik. Amma içəridə ab-hava çox gözəl idi. Ona görə ki, bir neçə dəqiqədən də sonra artıq bayraq da zalada gətiriləcəkdir. Amma tali elə gətirmişdi ki, uzun illər mübarizə aparanlar yox, yəni həm təqdimatda, həm gətirilmədə və s. Amma onların arzuları reallaşırdı, millətin arzuları reallaşırdı. Çox qeyri-adi bir ab-hava vardı və onu mən çox gözəl xatırlayıram. Demək olar ki, hər səs vermədən sonra sürəkli alqış da vardı, onların lentləri də var, sənədləri də var, yəqin ki, belədir. Və yəni orada şəxsi məsələ yox idi, artıq itmişdi. Ümumilli məsələ vardı. Amma əleyhinə olanlar da çox idi. Çünki mənim yadıma gəlir, mən də parlamentin ətrafındaydım. O vaxt yüksək vəzifəli bir şəxsə biz müraciət elədik ki, mütləq siz bunun lehinə səs verməlisiniz. O dedi ki, mənim övladım sizin yerinizdə olsa, mən onu övladlıqdan çıxardaram. Yəni, bizə küçə uşağı kimi baxırdı, küçə adamı kimi baxırdı. Yəni, mübarizəni ümumiyyətlə qəbul etmirdilər. Və yaxud bir yüksək vəzifəli insan, indi də vəzifədədir, dedi ki, mən cibimdə partbilet daşıyıb, heç zaman onun əleyhinə səs vermərəm. Yəni, yüksək, indi də titullu, məsələn, hörmətə malik, belə deyək, televiziyalarda, hökumətdə insanlar idi bunlar. Bunlar ayrı-ayrı epizodlardır. Məsələn, deyək, onda hamımız şənlənirdik. Məsələn, deyək ki, xüsusi bayram əhval-ruhiyyəmiz vardı, qeyd eləyirdik. Amma epizodik olan şəxsi faciələrimiz vardı, o faciələrin üstündən keçə bilirdik. Yəni, bu məsələləri vardı. Aktı kim hazırlamışdı? Fuad Ağayevin rəhbərliyindən hüquqşünaslar hazırlamışdı deyəsən. Burada məsələ belədir. Yəni, konkret təqdim olunanların içərisində hakimiyyətin təqdim elədiyi vardı. Milli istiqlalın, yəni o zaman sonraki vaxtda da formalaşacaqdı artıq rəsmi şəkildə belədir. Fuad Ağayevin, yəni orada iştirakı vardı, onun ayrı layihəsi vardı, cəbhənin layihəsi vardı. Yəni müxtəlif layihələr vardı və bu layihələrdə indi düzdür, bugün məsələn media, Azərbaycan mediası bu bərpanın adını da düz demir. Yəni onu bütövlükdə müstəqilliyimizin 20 illiyi kimi də təqdim edə bilirlər, deyə bilirlər. Bu sadəcə olaraq həm biraz təhsildən irəli gəlir, təhsil sistemindən, adamın savadından, adamın ziyalılığından, bir də adamın siyasi məqsədə xidmət eləməyindən irəli gəlir. Bunun bir müəllifi vardı əslində. Yəni onun adı Fuad bəydir, soyadı Ağayevdir, yox. Onun bir adı vardı, bu millətin istək arzusuydu. Yəni, orada da təbii ki, bunu hər kəs bilir. Və deyək ki, məsələn, ayrı-ayrı təqdimat vardı, Tofiq Qasımovun təqdim elədiyi hissələr vardı, dediyi vardı, ayrı-ayrı dediyi. Amma hamı razılaşmışdı ki, tribunadan bir dənə təqdimat olmalıydı da, təbii ki. Və bu, bir neçə dəfədə müzakirə olunmuşdu. O, uzun illərin nəticəsi idi, arzuların nəticəsi idi və nakam arzuların nəticəsi idi, ortalığa çıxmışdı. Müstəqilliyə gedən yol necə olubdu?
Çünki 88-ci ildən, daha doğrusu 80-ci illərin əvvəllərindən dərnəklər yarandı, müxtəlif dərnəklərdə insanlar birləşdi, müstəqillik haqqında fikirlər beyinlərə yeridildi və bununla sonra 88-ci ildə mitinqlər oldu, fövqəladə vəziyyət rejimi, 20 yanvar və ilə. Yəni, bax, bu yol necə keçdi? Bu ağır, şərəfli, məsuliyyətli, amma həm də adama həzz verən bir yoldur nəticə etibarı ilə. Görürsünüz ki, bu yolun o qədər məhəc daşına çevrildi ki, hətta dünən deyək ki, bütövlükdə bayrağın əleyhinə çıxan, müstəqilin əleyhinə çıxan, sizin xatırlatdığınız o iki kiçik epizod, oğlundan imtina eləməyə hazır olan valideyn belə o bayrağın altında yaşamağa, o bayrağı öpməyə, ona ehtiram göstərməyə, onun qarşısında diz çökməyə məcbur oldu. Yəni, özünün böyüklüyünü gördü, əslində öz dövlətini qurdu, müstəqilini bərpa elədi. Ona qədər məsələlər biraz başqa cürüdür və ağır idi. Bizim şairlərimiz vardı ki, Rəsulzadəni təhqiramiz şəkildə öz poemalarında yada salırdılar, deyirlər. Bizim insanlarımız vardı ki, azadlığı nəinki, öz gələcəklərini, perspektivlərini, hətta günəşin doğmasını şimaldan arzulayırdılar və istəyirdilər. Yəni, bu cürüdür. Ona görə də sizin xatırlatdığınız illər, 60-cı illərdən etibarən xüsusilə kurs götürülmüş o müstəqillik istiqamətində burada bizim müəllimlərimizin, burada bizim ziyalılarımızın üstəsinə xidməti vardı. Mən hər zaman hörmət və etibarla xatırlayıram ki, məsələn, onda biz uşaq idik, orta məktəbdə oxuyurduq, amma sonralar bunları bilirdik. Belədir, 1968-ci ildə Azərbaycanın Rusiya birləşdirilməsinin 150 illiyinin həsr olunmuş, yəni birləşdirilməsinin ifadəyə fikir verin, həsr olunmuş toplantıda Süleyman Əliyarlı, professor, çıxış edərək Azərbaycanın Rusiya tərəfindən işğal olunmasının 150 illiyi deyir. 1968-ci ildə və indiki Milli Elmlər Akademiyasında hamının Moskvadan gələnlərin ağzı əyilir. O sənədin sübut edir ki, sizin özünüzün buraxdığınız 2 cildli kitab belədir. Çar Rusiyasının Azərbaycanda 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yürütdüyü müstəmləkəçilik siyasəti 1-ci cild, 2-ci cild. Yəni, bu ruscası belə, tərcüməsi belədir. Və bu məsələlər vardı ciddiliylə. Sonra Əbülfəz Elçibəyin hazırladığı üçlüklər, beşliklər, yediliklər, doqquzluqlar vardı, öz tələbələri vardı. Ən maraqlı və gözəl cəhətlərdən birisi idi ki, yəni Milli Azadlıq Hərəkatının nəticəsi olaraq müstəqilliyin bərpasında ən xoşbəxt idi millətimiz öz yerində. Amma burada müəllim kimi Əbülfəz Elçibəyin, siyasətçi kimi Əbülfəz Elçibəyin, deyək ki, dövlət xadimi kimi Əbülfəz Elçibəyin həm xidməti vardı, həm də çox böyük xatırlanası və xüsusi qeyd ediləsi bir şey vardı ki, onun məktəbinin nə qədər yetirmələri vardı ki, həm idarə heyətinin üzvləri idilər, həm gəlmişlər, onlar artıq müstəqillik haqqında səs verirdilər, etibar Məmmədovun simasında, Mir Mahmudun simasında, başqalarının simasında, mən xətrinə dəyməsin deyə həm də deyirəm, özümü ora qoşuram, əslində mən də sıradan bir millət vəkilidir. Yəni, bu idi və bu çox böyük arzuların gerçəkləşməsi idi və çox gözəl bir məsələ idi və millətimizin öz dövlətini yenidən bərpa eləməsində artıq kommunist də iştirak edirdi, məcburən iştirak edirdi. Həm bəziləri könüllü idilər, bəziləri isə siyasi situasiya diktə edirdi, ona görə də orada olmalıydılar. Maraqlı cəhətlərdən biri də odur ki, müstəqilliyin meyvəsini indi o müstəqillik uğrunda canını verənlər, qanundan keçənlər yox, məhz elə o kommunistlər daha çox bəhrələnirlər. İndi də parlamentdə, hökumətdə müstəqilliyin əleyhinə səs verən onlarla insan var. Necə baxırsınız buna? Müstəqilliyin əleyhinə olasan, mənəvi cəhətdən insanlar özləri bunu necə qəbul edir? Tutaq ki, məsələn, hökumətdir, siyasətdə müəyyən səhvlər edir, kadr siyasətində. Amma bu insanların özü mənəvi cəhətdən necə qəbul edir ki, gedib o səs vermədiyi, əleyhinə olduğu bayrağın altında oturur və təriflərdən yağdırır. Burada məsələnin başqa tərəfi var da, yəni insan həm də bir bioloji varlıqdır. Burada artıq o bioloji varlıq önə çıxır. Siyasi, psixoloji varlıq qaldı arxada, mənəvi məsələlər qaldı arxada. Yəni o adamlar ki, bundan bəhrələnirlər və onlar hesab edirlər ki, bunlar Allahın onlara yetirdiyidir, qismətləridir, bu cür qəbul edirlər və bunu da biz bir-birimizin qədrimizi bilmədiyimiz kimi onlar da sadəcə olaraq ancaq və ancaq hakimiyyətin qədrini bilirlər və sümürməyin qədrini bilirlər. Bu yol verilməzdir, amma tarixdə belə şeylər çox olub. Yəni, qəbul edilməməlidir əslində ki, bu adamlar, müstəqillik əleyhinə olanlar, şərəfdən uzaq olanlar, istiqlala əleyhinə səs verənlər, istiqlal, şərəf ordenləri ilə təltif olunurlar və s. Bunlar var. Bu, Azərbaycan təzadlarıdır.
Azərbaycandan başqa hal-hazırki dünyada ola bilsin ki, biz tanıdıqlarımız yoxdur. Bizim axtarsaq belə yadımıza sala bilmirik. Oturub əgər bir təhqiqat aparsaq tapa bilməyəcəyik. Amma çox pis ki, Azərbaycan belədir, bu vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də budur ki, hökumət müstəqilliyin 20 illik yubileyini qeyd edir müxtəlif şəkillərdə. Amma həmin tədbirlərdə bu müstəqillik uğrunda mübariz insanlardan biri görünmür. Yəni, əslində bu insanlar öz mübarizələrindən danışmalıdırlar, öz gördüklərindən danışmalıdırlar, öz düşdükləri zindanlardan danışmalıdırlar, münasibətlər sistemindən danışmalıdırlar. Hökumətin, dövlətin müstəqillik uğrunda mübariz insanlara münasibətini necə qiymətləndirirsiniz? Bugün hakimiyyət, Azərbaycan hakimiyyəti dövlətçilik psixologiyasından uzaq olan, onun əlifbasını belə bilməyən adamlardır. Dövlət onların özlərini dövlət sayırlar və öz hakimiyyətində təmsil elədiklərini dövlət sayırlar və o qədər də bunları hesab eləyirlər ki, bunları o qədər əvəz edilməzlər və yaxud o qədər kadr qıtlığı var ki, 10 illərlə adamları dəyişdirə bilmirlər. Yerlərini dəyişdirə bilmirlər, yeni kadr gətirə bilmirlər. İkinci bir mühüm cəhət var ki, bayaq ona mən toxundum ki, biz bir-birimizin qədrini bilmədik deyə, qiymətləndirə bilmədik ki, bu müstəqilliyi qazanan insanlar, üzdə olan insanlar, onu yönəldən insanlar və bunun əleyhinə oldular deyə başqaları hakimiyyəti qəsb eləyənlər bundan bəhrələnə bildilər. Və bu da doğru deyil. Və bunlar çox narahatdırlar. Ötən dəfə mən bunu xüsusi vurğulamışam ki, Azərbaycan hakimiyyəti istiqlalçı millət vəkilinin bir arada olmasından, müstəqilliyin bərpasında xidməti olan adamların bir arada olmasından çox narahatdır. O sayılıb seçilmiş adamları xüsusi olaraq, deyək ki, sistemdən keçmiş və tamamilə yoxlanılmış adamları öz toplantılarına dəvət edir. Hər adamı dəvət edə bilmir. Və o adamları orada görəndə istər-istəməz yadına düşür ki, bu müstəqillikdə bunun payı yoxdur. Biz bu müstəqillik uğrunda mübarizə aparanda insanlar, Azərbaycan cəmiyyəti, bu cəmaət özünün şəxsi alverində, ticarətində idi. Və bu gün Azərbaycan hakimiyyətini idarə edirlər. Bu gün Azərbaycanda söz sahibidirlər. Və onu təbii ki, onu bilməzlər. Və müstəqilliyi də hətta bəzən çox kobud səhvə yol verərək özlərinin hakimiyyətdə olduqları dövrdən başlayırlar hesablamağa. Və yaxud son 20 ili müstəqilliyin bərpası kimi yox, müstəqillik kimi, müstəqilliyin 20 illik kimi qeyd edirlər. Onda bütövlükdə, yəni bunlar həm tarixdən bir xəbərdirlər, həm bütövlükdə hal-hazırki vəziyyətə biganədirlər və şəxsən özlərini düşünürlər. Necə baxırsınız? Bu müstəqilliklə bağlı xaricdə də tədbirlər keçirilir. Ölkənin xaricdə səfirliklərində, Azərbaycan Respublikasının səfirliklərində tədbirlər keçirilir. Bu səfirliklərdəki tədbirlərdə xarici insanlar qarşısında müstəqilliyin tanıdılmasıyla bağlı bu müstəqilliyin aşiqlərinin, o müstəqillik uğrunda mübarizə aparan insanların həmin tədbirlərə dəvət edilməsi vacibdirmi? Bu mümkündür, amma yəqin ki, biraz çətinlikləri var. Ona görə ki, o diplomatik korpusun özü, əgər diplomatik korpus keçirirsə onu, təbii ki, o Azərbaycan Xarici İşlər Nazirliyindən asılıdır və onun icazəsi olmadan heç bir iş görə bilməz. Xarici İşlər Nazirliyi birbaşa administrasiyadan və birbaşa prezidentdən asılıdır. O da bundan kənarda iş görə bilməz. Bu deməli, siyasi iradə lazımdır bütün bu məsələlərə. Nəinki xarici dövlətlərdə keçirilən tədbirlərimizdə, hətta ölkəmizin özünə gələn xarici dövlətlərin rəsmiləri, dövlət başçıları belə bizə burada gülürlər, öz ölkəmizdə gülürlər bizim məsələlərə yanaşmamıza görə, Azərbaycan təmsilçilərinin məsələyə yanaşmasına görə, Azərbaycan təmsilçilərinin Azərbaycan vətəndaşlarına olan münasibətinə görə, danışdıqları yalanlara görə, hətta göz görə-görə, yəni müstəqillik 20 ildən hesabladıqlarına görə və s. Bütün bunların hamısı bir daha onu göstərir ki, Azərbaycanda idarə etməklə məşğul olanlar və taleyi bəxti gətirib Azərbaycanı bugün idarə eləməyə məhkum olanlar və yaxud onlara qismət olanların özləri bütün bu əllərində olanlardan öz qismətlərinin fərqində deyirlər. Onların mahiyyətini belə bilmirlər. Necə baxırsınız? İndi hökumət, yəni müxalifət və müstəqillik uğrunda mübarizə aparanlara biganə yanaşır və onları heç bir tədbirə dəvət etmir. Yəni Sovet dönəmində də belə idi də təxminən. Çünki vəzifəli şəxslərin ayrıca qonaq evləri var idi, ayrıca maşınları, ayrıca hərəkətləri və indi müstəqillik aşiqləri, müstəqillik mübarizləri ayrıca bir yürüyüş, miting, tədbirlər keçirə bilərmi?
Bununla bağlı buna imkan fikirlər vermir. səslənir. Necə orada kadrlarda mənim də diqqətimi çəkən bir şey oldu ki, bizim İstiqlaliyyət abidəsi qoyulub, amma bu İstiqlaliyyət abidəsi xristian qəbrüstü abidələrindən heç nə ilə fərqlənmir. İndi onu gördüm orada göstərdilər və bizim bilirsiniz ki, tədbirlər keçirmək istəyənlərin özlərinə və Azərbaycanda ən uzun ömürlü və qədim partiya Müsavat Partiyası da onun 100 illiyi oldu. 100 illiyini qeyd eləməyə imkan verilmədi. Biz müstəqilliyimizin bəhrəsini bunların gördüyü bu gündə bəhrələndikləri müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı tədbirlər silsiləsi hazırladıq. Planımız var. Bəzilərini keçiririk, bəzilərini keçirmək imkanı yoxdur. Ayın 18-də nəzərdə tutulmuş tədbirin hətta müqaviləsi bağlanmış restorandan müqaviləni ləğv elədilər. İndi yenə də yəni təşəbbüs deyib bunları keçirək. Maraqlı nədir? Bütün bunların hamısına Azərbaycan hakimiyyəti çox qısqanclıqla, çox belə qorxaraq yanaşır, qorxaq yanaşmadı və həm də biraz da elə yanaşır ki, sanki 20 il bundan əvvəlki deyək ki, o xatırlatdığınız fövqəladə bir vəziyyətdir. Xatırlatdığınız yəni bir hansısa bir Dubinyak var Azərbaycanda və o komendantdır və bütün bu məsələlərin hamısının şəxsi onun icazəsi olmalıdır, ondan sonra bu hərəkət edilməlidir və 20 il bundan qabaqki bir vəziyyət, hətta 21 il bundan qabaqki bir vəziyyət var ki, az qala yadınızdadırsa 40 gün ki tətil elədi bütün müəssisələr, təşkilatlar, Azərbaycan vətəndaşları şəhidlərlə bağlı və onda adamları məcbur elədilər ki, olsun, amma işə getsinlər, işə getmədilər. Bu gün də Azərbaycan vətəndaşını məcbur eləyirlər ki, nəyin bahası olursa olsun, mütləq onların dedikləri kimi hərəkət eləməlidirlər və onlar hansı tədbiri keçirirlərsə, yalnız o tədbirlər müstəqilliyin bərpasına aiddir. Digərləri isə bu haqqa malik deyirlər. Müstəqilliyə gedən yolda çox saylı vətənpərvər, milli insanlar həlak olubdur, canından keçibdir. Onların xatirəsinin yad edilməsi istiqamətində hansı işlər görülür? Ümumiyyətlə cəmiyyət. Azərbaycan cəmiyyətində, Azərbaycan hakimiyyətinin hal-hazırda şəhidinə sayğısı, qazisinə qayğısı yoxdur və heç bir işdə görülmür. Bizim 1 metr olsa da torpağımız azad olunmur, amma gündə heç olmasa 2 gündən də bir şəhidimiz var. İstər mülki vətəndaşımız olsun, istər əskərlərimiz olsun, amma nailiyyətimiz yoxdur. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycanın siyasəti, hazırki siyasəti heç bir sahədə bu müstəqilliyin bərpasının 20 illiyinə uyğun deyil, layiq deyil. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Mən fürsətdən istifadə edib hər kəsi, sizin bütün seyirciləri təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. Müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı təbrik edirəm. Sovet imperiyasını yıxan Azərbaycan vətəndaşları, Sovet imperiyasına son verən Azərbaycan vətəndaşları bu rejimə də son verəcəklər. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Mirəlioğlu idi. Sağ olun.